Bizdə hamı dərs oxuyardı, əla. Taxta baş var idi sinifdə, amma bir dənə o idi dərsini oxumayan, şairlərin ağzına bığlar qoyan. Bir gün valideyn iclasında müəllim söylədi, mamane olmasın heç kim. Taxta başı məktəbdən qovuram mən, o da atası ilə getdi sinfimizdən. Gələrsən, görərsən adlı bir şəhər, var idi onlar etdilər ora səfər. Da taxta başdan eşitmədik xəbər, oradan çox uzaq idi bizim şəhər. Dicuzlini ruh taxta baş oğlanı, bunu demaqda mən sözümün var canı. Axı bizim qarqızın ürəyi xəstədir, doktora get, bizə doktor dedi. Getməli söz gələrsən, görərsənə, bir dənə buna çarə olar oraya. Nəysə bu qarqızı oraya gətirdim, təhvil cərrahiyyə otağına verdim. İçəri girməyə ürəyim gəlmədi, onun bu halına qəlbim dözə bilmədi. Öz başıma çöldə var gəl edirdim, bekarlıqdan o yana bu yana gedirdim. Baxma ki keçmişdi 2-3 saat, içəridə davam edirdi əməliyyat. Bitdən nə oldusa aləm qarışdı, otaqda bitdən hamı qışqırışdı. Bizim qarqıza nəsə oldu bildim, utqunu veylə yerimdəcə öldüm. Bir zulumla toplayıb özmə qüvvət, girdim içəri məni aldı heyrət. Gördüm içəridədir bizim taxta baş, sən öl elə bil göydən düşdü başma daş. Biləm sual vercuz ki mənə indi, lap kinodur həkim taxta baş idi. Aç ağzımda deyirəm taxta baş, taxta başdan doktor olar ay qaqaş. O sadəcə orada o boşik işli, bütün otaqları o silir təmizli. Bitdən görürdü ki sönür telefonu, qurtarır zaryatka bu da tez onu. Sağa sola baxmadan toka taxıtdı, xəstənin ürəyi durdu həkim baxıtdı. Bir də görürdülər bizim taxta baş, oksigen balonunu çıxardıb qaqaş. Başqa razet qazat yoxdur baxıtdı, adaptörü onun yerinə taxıtdı.